İraqlılar bizim ordudan eyniyirlər. Bəlkə Muxtarın zülmündən pənah gətiriblər. Xəbəri eşitməmsən? Yox, nəsə olub? Görmürsən ki bizim casusumuzdur, ələ keçir. Bu gözsüz, qulaqsız və dilsiz heyvan bizim hansı müəmmamızın cavabıdır? Əlac olması deyil, xilas eləyin geçsin. Xırıltısı hamını dəli eləyəcək. Bu atasız axmaq bir qoşunun canına taun oldu. Mənim heysiyyatımı aradan aparmağı bir tərəfə. Hələ qoşunu və başçısını da bədnam elədi. Bu atasızın nə günahı var? Müqəssir bu əlsiz, ayaqsız, ağızdan boşu, həssas bir məmuriyyətə seçən şəxsdir. Şəxs, bəli. Cənab müəlləb, mən bir dəstəni Muxtarın ordusuna elzam eləmişəm. Yalnız onlardan biri fərsiz çıxıb. Mənim günahımdır. Bu şərəfsiz atın yəhərinə tamah salmasaydı ələ keçməzdi. Görünür Bin Şümeyd bu zərbə ilə bizim qoşun rəhbərliyinin ürəyini nişan alıb. Heç mübahisə vaxtıdır. Meydanlarda möcüzə göstərən pirdən və ağlasığmaz hücumların tərtibatçısından soruşun Ağazadə. Biz yalnız əmirləri yerinə yetiririk. Cavanlıq eləyirsən oğlan. Mənim məqsədim sizə tənə və kinayə vurmaq deyil. Siz bundan əvvəl öz məharət və qardaşlığınızı sübut eləmisiniz. Hələlik bu əzab mələyinin sarsıdıcı səsinə bir çarə qılın ki, hamını nigaran eləyib. Axı belə bir qorxuducu və sarsıdıcı səslə düşmənin zərbəsini dəf eləyə bilmərik. Qalx, çolaq eşşək, qalx. Səni 1000 dəfə də öldürsəm, axmaqlığının cəzası bəs deyil. Əmir, icazə varmı nökərləriniz öz fikirlərini bildirsin? Sizin fikirləriniz nə barədədir? Elə bu kədərli həqiqət, eləcə də gülünç hadisə barədə. Gülünc? Harası gülüncdür? Cəsarət olmasın Ağazadə. Arxayın olun ki, avam cəmaat bu qulağı quyruğu kəsilmiş ərəbin macərasını eşitməklə bizə, saqqalımıza və sadəlüflüyümüzə güləcəklər. Hər kim Muxtarı azacıq belə tanıyırsa, bilir ki, qoşununda ərəblə əcəm davasını salmaq elə bil mıxı, daşa vurmaq kimi bir şeydir. Özü də Keysan Əbu Ömrə kimi əjdaha ola. Üstəlik, ərəblə əcəmin davası o yerdə işə yarayar ki, hər iki tərəfin eyni qüdrəti olmuş olsun. Bizim hamımız bilirik ki, Muxtarın qoşunun əksəriyyəti əcəmilərdən ibarətdir. Ərəblər azlıq təşkil eləyir. Tutaq ki, tədbirimiz baş tutaydı. Ərəblə əcəmin arasında dava düşəydi. Yenə də Muxtarın qoşununa ciddi zərər dəyməyəcəkdi. Cənab İbn-i Hür olduqca səlahiyyətli şəxsdir. Bu vaxta can sizə və dövlətinizə dəyərli xidmətlər edib. Amma cavan və atsan dalıncadır. Xam xəyallıq cavanların xasiyyətidir. Əgər əmir bu nökərlərinin dağıdıcı tədbirlərini eşitsə, zərər eləməz. Ərəblə əcəmin davası məsələsi mənim fikrim idi. İbn-i Hür onun icrasına məmur olunmuşdu. Siz demişkən, bu gülünc iş hər cəhətdən bizim üçün zəruri idi. Düşmən nə qədər bizi və düşüncəmizi zəif və avamanə bilsə, bu bizim xeyrimizədir. Axı necə? Daha artıq izahat üçün üzürlü hesab eləyin. Yaxşı olar ki, döyüş sirləri əsl nəticəsinə çatana qədər qoy gizli qalsın. Bu cəmaatda dəvə kini var. O qədər ərəb əcəm eləsinlər ki, bizi Muxtarın gözündən salsınlar. Eşidən gərək ağıllı olsun. Nə mühəlləb salıblar. Elə bilirdim iki başlı əjdahadır ki, bir ağzından ot çıxır, o bir ağzından da Əmrasın sözləri. Məlum oldu ki, bu qondarma pəhlivan lap quş beyni imiş. Muxtarın qoşununda ərəb əcəmdən ayrılsaydı, Mərcanənin oğlu Bəni Zübeyrə hoqqa üçün macal verməzdi. Mühəlləb həddindən artıq naşıdır.
Vay olsun Musəbə ki, onun kimisinə qulaq asır. Nə ərz eləyim? Qorxuram bu fitnəli və hoqqalar divin bala doğması üçün bir toxum olsun. Mən Əlinin ədalətli hökumətini görmüşəm. Muxtar elə həmin ədalətin qoxusunu verir. Onların hoqqasına təslim olacağına inanmıram. Əcəmilər Muxtarın fədailəridir. Biz canımızla beyyət eləmişik. Mühəlləb və Musəbin hoqqası gülü şərəfinə çevrilib. Bu qulağından eşit, o birisindən ötür. Artıq inandım ki, Əmir Muxtarın Bəni Zübeyir barəsindəki nəzərləri həqiqətdir. Onlar riyakarların nəhs övladlarıdır və bütün işlərinə şəkk eləmək lazım. Getmə müəlləb. Otur. Düşmənin əyyarını bildin. Bildin ki, Bin Şümeyd keçilməz qaladır. Ona hansı yolla hücum edəcəksən? Müqəddəs şəriət və din yolu ilə. Ordusuna bir səfir göndər. Şəriəti mükəmməl bilsin. Bin Şümeytə izah eləsin ki, Müsəlman qırğınında döyüşkən Bin Şümeyt din qardaşlığını nəzərə alıb ilk olaraq döyüşə başlamasın. İbad İbn Hüseyn. O həm şəriəti yaxşı bilir, həm də döyüş fənlərində çox məharətlidir. Müvafiqəm. İbada da təkidlə tövsiyə elə ki, Cənab Bin Şümeydlə Bin Vəhəbin huzurunda müzakirə eləsin. Bin Vəhəb? Eşitmişəm Bin Vəhəb və Bin Şümeyd möhkəm dost və yoldaşdılar. Və əlbəttə qardaşlıq əqdi bağlayıblar. Bin Vəhəb bizim özümüzdəndir. Ərəb millətini Əcəm millətindən üstün hesab edir. Əcəmlərin muxtarı olan məhəbbətləri pak və axar çaya bənzəyir. Əgər coşsalar, hər bir maniyanı aradan götürüb məhv eləyərlər. Bir təhərsən, dost. Cəsarət eləyirəm, əmir. Mən sizin kimi düşünmürəm. Nə barədə? Əcəmlərin barəsində. Əgər bir adamın sağ əli onun düşüncəsinə müxalif olsa, onda nəticəsi nə olar? Ağıl deyir, vur düşmənin başına, əl isə vurur öz başına. Ciddi deyirəm, əmir. Əcəmlərin muxtara olan məhəbbətləri mübaliğədir. Bəlkə də qılığına girirlər. Onlara muxtara pərəstiş lazımdır. Çünki bilirlər ki, onunla köhnə yaralarına məlhəm eləyə bilərlər. Məlhəm. Nə köhnə yara, nə məlhəm. Qadisiyyə, mənim qardaşım Qadisiyyə. Onlar muxtarın fədaisi olublar ki, ərəblərdən Qadisiyyənin əvəzini alsınlar. İnanın mənə. Estağfurullah elə mömin. Səni tanınmasaydım elə zənn eləyərdim ki, düşmənin mənsəb sahiblərindənsən. Əcəm Salman-ı Farsının varisidir. Onlar muxtarın ədalət istəməsini aşıq edilər ki, Mövlamız Əlinin hədəfidir. Allah eləsin, biz ki paxıl deyilik. Heyrətdəyəm ki, bu fikirlər sənin ağlına hardan gəlib? Məyər özün görmədin, Ərəb-Əcəm münaqişəsi düşmənin fitnəsi idi? Əbu Ömrə neynədir? Hey. Əbu Ömrənin şivəsi ilə min bir səbəblə sübut eləyərəm ki, onun əməllərinin arxasında gizli bir sir dayanıb, sir. Xidmətinizdəyəm, əmir. İbad, de görüm son xəbərlər eşitmisən? Bəli, əmir. Sizdən nə gizlədim? Çox təəccübləndim. Gözləməzdim ki, mühəlləb düşünülməmiş addım atsın. Mühəlləb hədəfə oxu düzgün at, İbad. Hərif olduqca ağıllı və çox bilmiş adamdır. Bin Şümeyd sübut elədi ki, o həqiqətən muxtarın getirməsidir. İstəyirəm ki, sən sülh elçisi olasan və elə bir iş görəsən ki, Bin Şümeyd səhv şəriət düşüncələrinə şübhə eləsin. Ümid eləyirəm ki, əmrin yanında üzü qara olmayım.
Sen bacarırsan İbad. Ben Şümeyd'in Bin Vehab adında müşaviri var. O Ərəblərin təəssübün çəkəndi. Eşitmişəm ki, həmişə bir yerdə olurlar. Orada olmasa şərt qoy ki, sənin və Bin Şümeydin müzakirəsinin şahid olmaq üçün gəlsin. Get. Baş üstə, qulluğunuzdayım əmir. Sən həqiqətən sülh elçisən, yoxsa bura casusluq üçün gəlmisən? Cənab Bin Şümeyd, mən sizə hörmətsizlik elədim. Xeyr. Bəs siz niyə qonağınıza hörmətsizlik eləyirsiniz? Biz sizə hörmətsizlik elədik. Mən Musəbin qoşununun mənsəb sahiblərindən biriyəm. Məni casus adlandırmaq şənimə və məqamıma hörmətsizlik deyil. Cənab sülh elçisi, siz məsələni böyütməyin. O qeyb elmi və eləcə də adam tanımaq elmini bilmir ki, alnınıza baxıb sizin nə iş sahibi olduğunuzu başa düşsün. Hə? Keçək əsas mətləbə. Sözünüzün canı nədir? Bu döyüş müsəlmanların xeyrinə deyil. Savabdır ki, Zübeyri xəlifəsi ilə beyyət edib, böyük günaha batmış olmayasınız. Afərin, afərin. Həqiqətən də vahid ümmətin halına yanmağın böyük əcri var, elə deyil? Mənim bildiyimə görə, Əmir Muxtar Məkkə-i Mükərrəmədə Zübeyri xəlifəsi ilə beyyət eləmişdi. Xəlifə də ona Küfə imarətini söz vermişdi. Eləcə də yadımdadır, xəlifə işinin başlanğıcında Peyğəmbər oğlunun qanını alacağını iddia eləyirdi. Buyurun görüm, biz və siz niyə bir-birimizin üstünə qoşun çəkmişik? Peyğəmbər evladının qatillərindən bir neçəsi sizin qoşundadır. Onları bizə təhvil verin, bu məsələni bitirin. Bir neçə yazıq və müdafiəsiz adamı təhvil vermək müsəlmanlığa yaraşmaz. Bizim dinimiz rəhmət və mərhəmət dinidir. Müharibə əsirlərində Peyğəmbərin gözəl rəftarını müşahidə eləyin. Başa düşəcəksiniz ki, sizin istəyiniz batil və həm də haram istəkdir. Bir-iki cinayətkarın bəhanəsi ilə minlərlə müsəlmanın qanının axıdılmasını istəyirsiniz. Hansı əsaslı bu iddianı dini vəzifə hesab eləyirsiniz? Süfyanilər dəfələrlə bu yalancı dəlilləri ilə şiəni aldadıblar. Siz boş yerə özünüzü yormayın. Sakitsən İbad. Danış görüm, rəqiblərimizi necə gördün? Yaralı və əyilməz. Muxtar və ardıcılları Zübeyri xəlifəsini riyakar, yalançı və əhd pozan adlandırırlar. Onlar xəlifənin Hüseynin qanının intiqamı iddiasını şeytanın bayrağı eləyib, aləmə car çəkib deyiblər. Ey insanlar, eşidin. Bundan da açıq-aşkar yalan. Xəlifə dünənədək Hüseynin intiqamını tələb eləyirdi. Bu gün Hüseynin qatilləri ilə müttəfiq olub, bizim əleyhimizə qoşun çəkiblər. Məkkədə xəlifənin əmri ilə baş verən hakimlərlə qarşı durma, onların əllərinə yaxşı bəhanə verib. Bu nöqsanlar İraq cəmaatını xəlifəyə qarşı bədbin eləyib. Elə bu məsələ bizim işimizi daha da çətinləşdirib. Belə görünür ki, atdığın gizli oxlar daşa dəyib. Musanın əsası Muxtarın əlindədir. Əjdahaya dönüb
Sənin sehirli ilanların odur. Muxtar adi rəqib deyil əmir. O siyasət meydanının cadügərliyi adı ilə məşhurdur. Eləcə də müharibə meydanının möcüzəgəri. Bizim bir-iki sadə tədbirimizlə məğlub olan deyil. Bir də ki, oxlarımın daşa dəydiyini sanmıram. Hələ də İbn-i Vəhəbə ümidvaram. Biraz hövsələ və səbir lazımdır. İbad, Bin Kamil! Ox atanlar, irəli! gördün Mühəlləb? Gördün ki, bu haramzadalara etibar eləmək olmaz? Doğrudan gözləyirdiniz ki, bu cəmaat çənə döymədən meydana gedəcəkdi? Bəs niyə bizimlədilər? Çünki sizin himayənizə ehtiyacları var. Az himayə eləmişik? Yox, himayə elədiyiniz qədər sizə itayət eləyib, tərəfdarları ilə birgə kənarınızda durublar. Qanlarının bahasını versən meydana gedərlər. Düzdür.
Ey əhli beyyət, ey haqq xəlifəyə vəfalı olanlar, haqqa xatir, geri çəkilin. Bizə xəyanət olunub, geri çəkilin, geri çəkilin. Dayanın. Təqib eləməyə ehtiyac yox. Oldu əmir. Siz cihada gəlmisiniz, yoxsa tamaşaya? Hal-hazırda biz cihada tamaşaya dəvət olunmuşuq. Cənabın qəhrəmanlığından çox böyük həzz aldıq. Elədir. Bəs niyə hücum əmrinə razılıq vermisiniz? Niyəsi özümüzə aiddir. Nə vaxt tədbir sahibi sorğu-sual eləsə, cavabı mənlidir. Hə. Afərin igid, afərin. Yorulmayasan şiri mərd. Mərəkə elədim. Muhəlləb. Bu idi? Mühakimə eləmək üçün çox tezdir, şeyx. Zübeyrin oğluna möhkəm sillə vurmusan. Afərin. Rüsvayçılıq elədiniz. Əmir. Kifayətdir məhəlləb. Sənin keçmiş və gələcəkdən dediyin sözlərin hörməti öz yerində. Müharibəninsə öz qayda qanunları var. Bizim bugünkü döyüşümüzün adı gülünc idi. Şir görməyən və şir ovuna gedən ovçunun gülünclüyü hansı ki şirin heybətini görməklə bağrı çatlayıb geri çəkilir. Hə? Müharibə iki rəqibin bir-birinə qol gücü göstərməsidir. Bugün Həzəratın fərsizliyindən Ben Kamil Şakiri İbad İbn Hüseynin qolunu biləyindən vurdu. Allah şahiddir ki, mən zərrə qədər belə fərsizlik eləmədim. Mən əmirin məsləhəti ilə düşməni tanımaq üçün məmur olunmuşam. Agahcasına heybət və qüdrətlə meydana gedib, öz bacardığım qədər irəliyib və onu yaralamışam. Qərarı alınmışdı arxadan, sağdan, soldan müdafiə olum, amma ki olmadım. Çarəsiz geri çəkildim. Həzəratdan soruşun, niyə səni himayət eləmədilər? Hardadır Şəbəs it oğlu? Şəbəs bu günlərdə şəbəs deyil, kölgədir. Hə? Bu sizin yeni haqqınızdır? Dünənə kimi Şəbəs sizin təcrübəli və ağıl dəryanız idi. Bu necə kölgədir ki, Həzərat gözlərini onun ağzına dikib və onun icazəsi olmadan su belə içmirlər? Şəbəs İbadın müdafiəsinə getmədi. Bəs siz niyə bir iş görmədiniz? Biz gedənədək bir də gördük ki, geri çəkilmə şeypuru çalınır. Lap mat məəttəl qaldıq. Yalandır qardaş. İbadın hücumunun qızğın yerində mən cəmaata nəzarət edirdim. Gördüm ki, bunlar Şəbəsin yanına getdilər. Maraqlandığımdan yanlarına elə getdim ki, məni görməsinlər. Eşitdim ki, Həzərat İbadı müdafiə eləmək barədə məsləhətləşirlər. Şəbəs deyirdi ki, gərək elə yerdə dursunlar ki, görünməsinlər. Bilirəm, Cəfər. Bilirəm. Şəbəsin bu bir neçə gündəki sıçan pişik oyunları sübut elədi ki, onun bizim qoşunda olması bir kölgə kimidir. Həm buradadır, həm də burada deyil. Onun siyasəti bu cəmaata da təsir edib. Qərardır ki, uzaqlarda dayanıb müharibəyə nəzarət eləsinlər və ürəklərində də hərdən bir bizim axmaqlığımıza qəhqəh eləyib gülsünlər ki, əcəb müftə eşşəklərdir. Üstünə minib hey-hey eləyə-eləyə dallarınca gedərik.
Ola bilsin ki, mənzilə gec çataq, amma sağ-salamat çatarıq. Bu bənzətmə mənə də aiddir. Davanın arasında qiymət təyin eləmə, tərbiyəsiz. Beyədəb sənsən ki, əmirin huzurunda onun əvəzinə sən danışırsan. Mən əmirdən soruşdum, səndən yox. Yəbnəhür, mühəlləbin tədbirinə əsasən, sən bugün heç bir iş görməli deyildin. Yaxşısı budur ki, sakit olasan və quyruğunu bu cəmaatın quyruğuna bağlamayasan. Oldu əmir. Əmr elədim ki, sakit olasan, nəinki gedəsən. Yaxşı qulaq as bin Əşəz, eləcə də sən bin Həccac. Bu müharibə Bəni Zübeyir dövlətinin sənin kimilərə və o 1000 rəngli ağlı olan keçəl şəbəsə pənah verdiyinə görə ödədiyi cəzadır. Siz elə kəslərsiniz ki, əliniz dirsəyinizə qədər Peyğəmbərin əhl-i beytinin qanına bulaşıb. İndi peşman və tövbəkarsınız, lap yaxşı. Ali məqamlı qardaşım Həzrət Xəlifə və mən bu bədnamlığı qəbul eləmişik ki, Allah Rəsulunun gözəl əxlaqını yaşadaq. Əgər gizlampaç oynayıb, əvvəlki kimi rəzil, riyakar olsaz, sizin əl-qolunuzu bağlayıb, muxtara təhvil verib, bu mübahisəyə son qoymaqdan başqa çarəm olmayacaq. Əmir, biraz ört bastır eləyin. Mühəlləb, bu sözlər siyasətbazlıq oyun deyil ki, sizin kimilərin axsaqqallığı ilə həll olub düzəlsin. Bu cəmaat bugün qoşunun gözü qarşısında bizə xəyanət eləyiblər. Elə bir kişinin əli ilə ki, özləri demişkən kölgədir və mənim inancıma görəsə çaqqal. Bizə pənah gətirəndə başdan ayağa alçaqlıq və zillət içindəydi. Bizim ona ürəyimiz yandı və ona olunan bu zülmün qisasını almaq üçün ayağa qalxdıq. Amma bugün iç yüzü çıxdı, hamının gözü qabağında. Özünün qabağa gəlməməyi bir yana, bu 2 nəfəri də həmkarlıq eləməyə qoymur. Bu heç insafdandırmı? Əmirin əsəbləşməkdə, eləcə də qəzavətdə ədalət yolundan çıxmağa haqqı var. Şəbəs İbadı himayə eləməyə meyilli deyildi. Mən İbadın çətinlikdə olduğu bütün müddətdə onu razı salmağa çalışdım, amma alınmadı. Hər halda sabah da Allahın günüdür. Sabah mən meydana gedəcəm. Görəcəksiniz, kafir qoşununu necə məhv eləyəcəm. Görək və tərif eləyək. Gedə bilərsiniz. Bugün siz elə bir iş görmüsünüz ki, əgər Bəni Zübeyrin arpa qədər ağlı olsa, xurcununu yığışdırıb gedərdi keçi otarmağının dalınca. Bu iş ona çox yaraşar. Əmir, onların keçi otara bildiklərinə inanmıram. Dəvə otarmağı, hey ha! Hələ də Zübeyrin dəvə sürüləri Bəsrə əhalisinin dilindən düşmür. Məsələdə mübahisə yoxdur. Fərqi yoxdur. Keçi otarırlar, yoxsa dəvə. Məlum oldu ki, hökumət, siyasət və fərasət əhli deyirlər. Bu götür-qoy olunmalı məsələdir. Bu mərifətin müharibənin gedişində böyük təsiri var. Əmir, necə bu nəticəyə gəlib? Bugünə kimi düşünürdüm ki, mühəlləbin öz dahili ilə burada olması Musəbin qoşununu birləşdirəcək. Onun bugünkü vəziyyəti göstərdi ki, Musəbin qoşun başçıları hərəsi öz sazını kökləyib. İbadı meydana göndərdikləri halda onu müdafiə eləmirlər. Bu müştərək fikir və tədbirin olmaması deməkdir. Biz gərək düşməni elə bu yerdən əzib keçək. Əbu Ömrə, narahatsan, qardaş. Alnımın qırışlarının düyünlərinə ürəyinin gözü ilə bax, əmir. Hələ elə əziz adamlarımın qəmini çəkirəm ki, onların haqqında zülm elədiyimi düşünürəm. Mənim təskinliyi tapmağım yalnız meydanda olduğum vaxtda. Sabah da Allahın günüdür. Sən çətin günlərimin ehtiyatısan. Mən Əbu Ömrə kimi şəxsiyyətin bacarıq və təcrübəsinə arxayın olaraq bel bağlamışam. Sağ olun, əmir. Mən canla, başla təslim və tabiyəm. Yəqin ki, sabah Əlinin müridlərinin qəhrəmanlıq göstərəcəyi bir gündür. Gedin qüvvələrinizi hazırlayın.
Yəbnə Vəhəb, Əmriniz? əyləş. Səncə nə üçün Əbu Ömrə qaşqabaqlı idi? Gün kimi aydındır. Ona görə qaşqabaqlıdır ki, qoşunun başçısı deyil. Bu nə deməkdir? Məsələn, əmir, niyə bizim bu muxtarın sağ əli olan Əbu Ömrə kimi biri ola-ola Hərurə qoşununun başçılığını sizə veriblər? Bu əmir muxtarın seçimidir. Yəqin belə məsləhət görüb ki, məni seçib. Bəzən sizin sadəlifliyiniz məni yaman qorxudur. Bir vaxt var idi, çoxlu fəthlər eləmişdi. Qiyamın ilk mübariz kişilərindən idi. Muxtarın xüsusi qoşunlarının, məmurlarının rəisi idi. Bugün isə siz cənabın önündə vuruşan sadə bir əskərdir. Bu qədər fərq sizin üçün mənasızdır? Məsələn, nə mənası var? Əbu Ömrə muxtarın gözündən düşüb, necə və niyəsini bilmirəm. Hərurəyə gəlib ki, abır həyasını qaytarsın. Daha açıq danış. Nə abır həyə? Əbu Ömrə Hərurədə ciddi bir fəaliyyət göstərməyəcək ki, muxtara qiyamın ilk şəxslərindən olduğunu sübut eləsin. Bəlkə də Hərurədə bizim Bin Şümeytin başçılığı ilə məğlubiyyətə uğramağımız üçün tədbir görüb. Bu cür ara-sıra xoş sözlər deməsi də izi itirmək üçündür. Qeyri-mümkündür. Sən zaten Əcəmə qarşı bədbinsən. Bədbinlik və şək şübhəsiz xəstəlikdir. Amma cinayət ki deyil. Sadə bir imtihanla, sınaqla yəqinə çata bilərik. Necə? Sabah Əbu Ömrəni meydana göndər. Süvari yox, piyada. Əmr elə əcəmilər atdan enib, düşmənin qarşısına piyada geçsinlər. Əbu Ömrənin qoşun başçısının qarşısında təslim və ya müqavimət göstərməsi onun daxili niyyətini üzə çıxardacaq. Əbu Ömrə! Əmriniz var idi, əmir. Hazırsan, pəhləvan? Dözümüm yoxdur, əmir. Xüsusən də bin əşəslə döyüşə getdiyimi bildiyim üçün. Bilirəm, Əbu Ömrə. Bilirəm. Sən Şümrü öldürənsən. Sənin əlinlə o kəslər cəhənnəmə vasil olublar ki, Peyğəmbər övladının qətlində hamıdan həris olublar. Şübhəm yoxdur. Şübhəm yoxdur ki, Xəbis bin Əşəs də sənin şikarındır.
Yalnız səni bir şərtlə döyüşə göndərirəm. Hansı şərtlə əmir? Meydana piyada gedəsən. Süvari yox. Amma mənim adamlarımın süvaridə daha çox məharətləri var. Əbu Ömrə, mənə etimadın var ya yox? İnkar edənə lənət. Sizə etimad eləməsəydim sizlə bir yerdə olardım? Belə düşünmüşəm ki, sən və tərəfdarların meydana piyada getsəz, daha qüdrətli olarsınız. Amma mən və tərəfdarlarım... Ammasız. Meyilsiz meydana getmə. Mən özüm meydanın könüllüsüyəm. Yox, şeyx. Siz əmirin yanında qalın və məsləhət verin. Əmirin sizin kimlərə daha çox ehtiyacı var? Biz meydana gedirik, əmir. Piyada gedirik. Hamınız atlardan enin. Zarafat eləyirsən, əmir? Nə dediyimi eşitdin, Mehran? Enin dedim. Baş üstə. Daha niyə qəzəblənirsən? Haqqımız var biləyinə üçün? Haqqı Allahın təyin elədiyi bir təklifdir. Biz başçılarımızın əmrini yerinə yetirməliyik. Atlardan enin. Atlardan enin. Yəbnəşəz, Musəbin hədələrinə aldanma. Onun bizi və qanunlarımızı himayə eləməyə ehtiyacı var. Yenə də bu atasız. O anasının ayağının altında oturub görürsən? Bədbin olma. Xudafisləşirlər. Günahdır. Şəbəscan, mənim ərəb damarıma toxunub boş yerə çənəni yorma. Zübeyrin oğlunun çığırıb bağırması mənim üçün bəbir görəndə quyruğunu yerə çırpıb xırıldayan qaban xorultusu kimidir. Bugün sübut eləyəcəm ki, Bəni Zübeyir İraqda bizim şişirtdiyimiz tuluqdur. Get Musəbə xəbər ver, biz hazırıq. Oldu əmir. Qorxdular ki, qaçarıq, hə? Hələ heç nə bilmirəm. Muxtardan nigaranam, Mehran. Bu cəmaatın Muxtarla beyyəti tayfa və qohumluq beyyətidir. Biz bugün sübut eləyəcəyik ki, İranlıların Muxtarla beyyəti iman beyyətidir. Bu ki Əbu Ömrədir. Bəs niyə piyada gəlir? Ola bilsin bu bir tələdir. Bəlkə də. Bəlkə də Mühəlləbin gözə görünməz oxları hədəfə dəyib. Gözüm su içmir, hər halda müğayət olun. Binəşəs! Biraz qeyrətin olsaydı, oğlunu gözlərinin önündə ölümə göndərməzdin. O hələ cavandır. Başında min cür xəyallar var.
Amma sən ölümə daha çox layiqsən. Əlbəttə oğlunun da sağ qalması bəladır. Kəs səsini kafirəcəm. Bugün bizdən axıtdığın bütün qanlara görə o uğursuz başını atama peşkeş eləyəcəm. Çox vaxt itirmə. Bacımın kəbin haqqı Əbu Ömrənin başıdır. Hə, çox dəyərli kəbin haqqıdır. Qəbul eləməyə bilərsən. Nə olursa olsun, Rubabın iti baxışları Əbu Ömrənin qılıncından kəsərlidir. Siffeyn günlərinin rəngi ruhundasan, Kiyan. Yadındadır döyüş meydanına getmək üçün necə yarışırdıq? Yaxşı yadımdadır, Əmir. Bu günlər o qədər yüngülləşmişəm ki, həmin günlərdəki kimi qılıncıma söykənib atımın yüyənindən yapışmağa qadirəm. Səndən nə gizlədim? Bu günlərdə mən də özümü baramadan yenicə azad olmuş kəpənək kimi hiss eləyirəm. Nəhsin oğlu ilə döyüşməyə çox böyük şövqüm var. Əmir, bu şövqü boğmağa məcbursuz. Siz gərək Kufədə qalasız. Əgər meydana gəlsəz, mühəlləb bütün qüvvəmizlə onun qarşısına çıxdığımızı düşünər. Bu bizim xeyrimizə deyil. Bilirəm Kiyan, sən haqlısan. Məcburam ki, bir müddət Kufədə qalım. Elə buna görə də
Ona görə də istəyirəm qoşunun başçısı sən olasan. Cəsarət olmasın, əmir. Bir daha məni bu işdən azad eləməyə məcbursuz. Biz hiləgər bir düşmənin qarşısındayıq. Mühəlləb bilsə ki, bizim qoşunun başçısı bir İranlıdır, onda araya ərəb və əcəm ixtilafı salacaq. İcazə ver, mən ölənə kimi öz beyyətinə sadiq olan, adsız, sansız, şöhrətsiz, tanınmayan bir əskər olun. Afərin Kiyan. Qara qəlblər həmişə açıq ürəklərə məğlubdular. Bu açıq ürəkliliyin bərəkəti bir gövhərdir ki, çox çətinliklə dəryanın dərinliklərindən əldə eləməsən. Afərin sənə. Bağışlayın əmir. Demişdiniz ki, sizdən icazəsiz mövqeyimi tərk eləməyim. Amma ürəyimin təşvişi, istirabı ilə bacarmadım. Nə olub? Niyə Kiyan meydana piyada getdi? Niyə meydandan heç bir xəbər yoxdur? Biraz hövsələn olsun mömin. Əbu ömrü elə indi meydana gedib. Fəth xəbəri tezliklə gələr. Axı niyə piyada? Axmaqcasına bir suizənnə görə. Mən də narahatam bin Kamil. Yaxşı olar ki, tərəfdarlarınla Əbu Ömrənin köməyinə gedəsiz. Oldu əmir. Hə! Abdurrahman! Geri çəkilin, tez olun, tez!
Cihan! Sən niyə bu vəziyyətdəsən, qardaşım? Əbu İshaqı tək qoyma, qardaş. Məbadə özününkilərin fitnəsinə məğlub olsun. Sən niyə Cihan? Sən ki cahil ərəblərin təəssübkeşliyindən xəbərdar idin. Niyə? Niyə onların axmaqlığına arxayın oldun? Niyə atdan yerə indin? Yadında deyil. Malik Əşdər Süffeyndə neynədi? Cihan! Cihan!